bir il əvvəl İstanbul, Boğaz sahili, gün batımı. Güneş batır, boğazın suyu kızılı rəngə bürünüb. Sahildə bir skamyada iki nəfər oturub. Hər ikisi tünd geyinib. Uzun müddətdir susurlar, dənizə baxırlar. Nəhayət biri danışır. Bu çox təhlükəli oyun olacaq, Mete. Mete dənizə baxaraq düşüncəli halda cavab verir. Bilirəm, cənab polkovnik. Amma mən bu oyuna hazıram. Deməli belə. Bu layihədə sənin kod adın Elçi olacaq. Mete gülümsəyir. Maraqla üzünü komandirinə çevirir. Olsun. Amma niyə məhz elçi? Bunun həm məntiqi, həm də ideoloji tərəfi var. Hansı? Kürşad bəy Mete ilə göz təması qurur. Sonra göz vurur. İdeoloji tərəfini özün taparsan. Məntiqi tərəfi isə hələlik sən bizim Azərbaycandakı elçimiz olacaqsan. Oradakı mərkəzlə buranı daim əlaqələndirəcəksən. Və sən yerel deyil, mərkəzlərimizin yerləşdiyi bölgələrə istənilən vaxt gedə bilən, xüsusi təlimatlarımızı onlara çatdıran elçi olacaqsan. Mete qısa bir müddət fikrə gedir. Sonra üzünü komandirinə çevirir. Bəs layihənin adı nə olacaq? Kürşad bəy Mete'yə bir anlıq diqqətlə baxır. Səncə bunu bilmək sənin üçün hələ tez deyil. Necə yəni? Kürşad bəy sakit və eyni zamanda məğrur səs tonu ilə cavab verir. Mete, məni doğru anla. Elə şeylər var ki, hələ səninlə bölüşə bilmərəm. Bu təşkilat çox ciddi və hər an təhlükədə ola biləcək bir qurumdur. Bizim varlığımızdan çox az adam xəbərdardır. Dövlət rəhbərləri hər bir detalı xüsusi incəliklə nəzərdən keçiriblər. Mete başını aşağı salıb bir an düşünür. Sonra qətiyyətlə başını qaldırır. Anladım. İllərdir bu layihə müxtəlif səbəblərdən gerçəkləşə bilmir. Bu dəfə bir şans yaranıb və biz o şansı cüzi bir səhvlə itirə bilərik. Kürşad bəy məmnun halda başını tərpədir. Sonra ciddi şəkildə davam edir. Elə isə vaxt itirməyək. Planlarımız, xəritələr, yol və yerləşmə xərcləri ilə birlikdə sənə göndərdiyim dosyelərdə lazım olan bütün məlumatlar var. Bax, oxu, dərk et və hazır ol. Elçi. Kürşad bəy ayağa qalxır. Son dəfə Mete'yə baxır. Yavaş addımlarla uzaqlaşır. Mete isə hələ də skamyada oturur. İçində səbəbini anlamadığı bir narahatlıq var. Baxışlarını uzaqlara, qız qalasına yönəldir. Hər şeyi geridə qoyacağı gerçəyi indi ona daha ağır gəlir. Əsasda bir ay əvvəl ayrıldığı arzuna. İndi Mete'nin mənzili, gecə. Qapının zəngi təkrar çalınır. Amma Mete sanki başqa aləmdədir. Gözlərini divara zilləyib dərin düşüncələr içindədir. Telefonun səsi otaqda əks-səda verir. O ayılır, nəfəsini dərir, qapıya tərəf yönəlir. Qapı açılır. Qapıda Kürşad bəy dayanır. Sifətində həm soyuqqanlılıq, həm də müəyyən bir narahatlıq var. Mete qapını açan kimi o dərhal içəri daxil olur. Mete'nin mənzili, gecə. İki kişi qonaq otağında oturur. İkisinin də əlində qəhvə fincanı var. Otaqda sakit, amma gərgin bir hava hiss olunur. Getməmişdən öncə sənə baş çəkmək istədim. Mete, son məlumatları verəcəyəm. Çox gözəl. Yaxşı etmisiniz. Nədənsə fikirli görünürsən. Xeyr, sadəcə yorğunam. Gecələr biraz az yatıram. Halsızlığın səbəbini öyrənmək lazımdır. Sağlamlıqla oyun olmaz. Dedim ki, siz narahat olmayın. Sadəcə gecələr kitab oxuyuram. Hə, o olar.
Amma kitab oxumaq başqa, özünü yormaq başqa. Otağa sükut çökür. Bir qədər sonra Kürşad qəhvəsindən bir qurtum alır. Sonra əllərini birləşdirib gözlərini Mete'nin üzünə dikir. Rəqiblərimiz hərəkətə keçib. Mete, general xəbərdarlıq etdi. Düşmən yalnız xaricdə deyil. İçimizdə də onların bir adamı ola bilər. İçimizdə hain var. Ola bilər. Uzun müddətli çox rahatıq. Və bu rahatlıq məni narahat edir. Sizcə kim ola bilər? Hələ bilmirik. Ona görə də sənə xüsusi bir vəzifə veririk. Elçi olaraq bütün mərkəzlərimizi nəzarətdə saxlamalısan. Ən kiçik şübhəni belə bizə bildirməlisən. Bütün bunları əvvəldən də təxmin edirdik. Amma bu qədər ciddi vəziyyət yarana biləcəyini düşünməmişdim. Otağa sükut çökür. Kürşad bəy fincanını masaya qoyur. Ayağa qalxır. Unutma, bu layihə uğrunda çox adam canını verir. Düşmən bizi güclü bilir. Amma daxildə zəiflik tapsalar, hər şey bitə bilər. Kürşad bəy qapıya doğru dönəlir. Qapının ağzında dayanıb son dəfə geri dönür. Ehtiyatlı ol Mete. İndi sən yalnız kəşfiyyatçı deyilsən. Sən bu missiyanın ən əsas adamısan. Mete başını tərpədir. Kürşad bəy çıxıb gedir. Qapı bağlanır. Mete dərindən nəfəs alır. Gözlərini yumub pəncərəyə doğru yönəlir.